Ermənistanı ilk tanıyan ölkə Türkiyə olmuşdur. İsraili də ilk tanıyan müsəlman ölkəsi Türkiyə olmuşdur. Bu ölkələrdən biri bizim, biri isə müsəlman ümmətinin düşmənidir. Təəssüf ki, tarixin belə faktları ya təhrif edilir, ya da ümumiyyətlə xalqımıza çatdırılmır. Biz 500 il Osmanlının Azərbaycanı işğal etməyə çalışdığını, Gəncə və Təbrizi dağıtdığını, 5 milyon rubl qarşılığında Azərbaycanı Sovetlərə satdığını deyəndə cavab verirlər ki, indidən danış. İsraili ilk tanıyan müsəlman ölkəsi olduğunu deyəndə deyirlər ki, bizə nə? Ermənistanı ilk Türkiyənin tanıdığını, Qarabağda bizə insanları təxliyə etmək üçün helikopter və çətin zamanda borc pul vermədiyini, üstəlik ermənilərə buğda və elektrik verdiyini deyəndə isə deyirlər ki, əsas odur, indi yanımızdadır. Əzizlər, Türkiyə bizim xalqımızın yox, indiki hakimiyyətin yanındadır. Və indi yanımızda olması keçmişdə etdiklərinin üstündən xətt çəkmir. Sabah neft bitəndə yenə də köhnə hamam, köhnə tas olacaq. Odur ki, qardaşlıq nağılları ilə özünüzü aldatmayın. Əgər onlar xalqın yanında olsaydı, xalqın müxalifətlərini bir-bir tutub hakimiyyətə təslim etməzdilər.